Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Bilgəhdə, Bilgəhin gözəl bir yerində 50 sot torpaq sahəmiz çıxıb. Sənə çıxarışını kubçu aldı. Belə sotu 7 mindəndir. 50 sot tam şəkildə də satılır və 25-25 də satılır. İnşallah göstərək sizə. Sırf kvadrat 400 bir şəkildədir. Fikir verin. Göstərəcəksə və hər iki tərəfdən qapısı var. Qapısı var. Fikir verin, göstərək, indi mən sizlərə təqdim edək. Sırf 4 kalıplı bir şəklindədir. Və ondan üzərinizə çatdıraq ki, həm yeri yaxşıdır, həm havasına görə, həm dənizə yaxındır. Və ondan əlavə, belə deyək də, paşlı qapıya qədər asfaltdır. Və göstərək hər iki tərəfi və bir də oradan balaca bir qapısı var. Baba, ona göstərək qardaşım, oradan bir balaca qapısı var. Gəl qabağa qardaşım, zəhmət olmasın. Baba, iki dənə qapıları göstərdim. Bunları təqdim edərsən qardaşım, bu hissələrini təqdim elə. Və belə deyək də, yəni şükür Allaha yerdə bir əyrilik, çəpəklik yoxdur. Sırf 4 bir şəkildədir. İki hissəyə də bölünəndə, ondan əlavə qəşəng bir şəkildə alınır. Fikir verin. Bax, orada bir qapısı var. Burada bir qapının yeridir. İndi yəni kimsiz alıb sökəcək. Oraya bax, göstər. Və gəl qabağa, buradan da bir oranı göstərək, izləyəcəyimiz tam izləsinlər. Və qeyd etdiyimiz kimi də sizləri yormaq istəmirəm, 4 bir şəkildədir və iki hissəyə də alınırsa 25-25, orada da eyni qayda ilə qəşəng bir şəkildə qalacaq. Yəni 50 olmur, tam kvadrat 25-25-in içində də kvadrat bir şəkildə qalır. Yəni ki, kimsəsə tam ala bilər, kimsəsə yarısını ala bilər. Bax, göstərəyim sizlərə. 4 bir yanından hasardır yəni. Və qapıları da var. Bir də balaca əl qapısı vardı. Bir də o balaca sağ hissədə, indi o yəqin ki, adam yəqin ki, tikəcək onu. Fikir verin. Burada da içərisində balaca, bax, gördüyünüz kimi balaca bir şeylər var. Burada da var, o tərəfdə. Bir dənə çən var, yəqin ki, çən eləyəsindən danışılır. Və dəyərli izləyicimiz, qeyd etdiyimiz kimi Bilgəhdədir. Belə deyək, dənizə yaxın ərazidədir. Demək olar qapısına qədər asfaltlı 25-25 sot da satılır. Tam 50 sot da satılır. Çıxarışdır, sotu 7 mindəndir. Çəkiliş Məştəqan Makinaçı şirkətinə aiddir. Səhifəmizi izlədiyiniz üçün Məştəqan Makinaçı əməkdaşları və rəhbərliyin sizdən təşəkkürümüzü bildiririk.